Mən Məlikova Xatirə İsmail rayonunda anadan olmuşam. Orta təhsilimi Eldar Məmmədov adına tam orta məktəbdə almışam. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində almışam və bakalavr təhsilimi bitirdikdən sonra İsmail rayon Tezan kənd tam orta məktəbində pedaqoji fəaliyyətimə başlamışam. Onun üçün pedaqoji fəaliyyətlə məşğul olmuşam və 2022-ci ildə direktorlar işə qəbul müsabiqəsində uğurlu nəticə əldə edərək Şamaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbinə direktor kimi təyinat olmuşam və idarəçi istiqamətində biliklərimi genişləndirmək üçün 2023-cü ildə ADA Universitetinin Təhsil İdarəolunması fakültəsinə daxil olmuşam və 2024-cü ildə Şirvan Dövlət İqtisad Kollecinə direktor kimi təyinat almışam. Kollecdə görüləcək işlər düşünürəm ki, daha çoxdur və bu istiqamətdə artıq biz fəaliyyətimizi strateji planlara uyğun təşkil etmişik.